sevdiyin işə can qoymaq sənə pul qazandırır. Yəni sən o işi görsəndə bir müddət sonra görəcəksən ki, sən bəlkə də heç istəmədiyin, xəyal eləmədiyin qədər pullar gəlməyə başlayır. Adam var ki, ayına 300 manat qazanır, xoşbəxtdir. Adam var, ayına 3 milyon qazanır, xoşbəxt deyil. Əliyev Bəyəli, çox adam mənə Əli kimi tanıyır, qısaldılmış formada. Konsept Antikafe şəbəkəsinin CEO-su, rəhbəriyəm belə deyim. Öz ixtisasım neft üzrə qazmaçıyam, yəni. Neft akademiyasını bitirmişəm və öz ixtisasım üzrə işləyirəm belə. Azərbaycan 90% belədir, yəni harada pul var, orada qaçırlar, elə deyim. Neft akademiyasını bitirmişəm, çox yerlərdə işləmişəm, belə deyim. Çıxdığım işlər də olubdu, bağlanan işlər də olubdu. Son rəsmi belə deyək iş yerim olub. Şirkət olaraq holdinqin adını yəqin ki, çəkməyəcəyəm. Böyük bir holdingdə elə bir ki, bir bölməsində assistant brand manager kimi çalışmışam. Sonra brand manager də olmuşam və konsept Antikafe ideyası necə olubdu, ağlımıza gəlibdi. Əslində bu ideya, yəni ki, biz sıfırdan kəşf elədiyimiz bir şey yoxdur. Çünki Antikafe 2012-ci ildən dünyada var və mərkəzi də Moskva şəhəridir, Rusiyada. Yəni ki, Rusiyanın özündə hal-hazırda 800-ə yaxın Antikafe var. Və oradan elə bir ki, o həmin biznes modelini götürüb Azərbaycan standartlarına uyğunlaşdırıb burada tətbiq eləmişik 2017-ci ildə. Və belə deyək, təsisçi, yəni konsept Antikafenin təsisçisi ilə də elə eyni holdingdə işləyirdi. O məndən 3-4 vəzifə yuxarı idi. Necə oldu? Yəni sosial şəbəkədə dostluğumda var idi. Bir gün sadəcə hər hansısa bir çəkməyəcəm, bir restorana dəvət edilmiş çay içək. Gəldi, oturdu, görüşdü, söhbət o yan bu yan və mövzu gəldi ki, o da iş qurmaq istəyir, mən də iş qurmaq istəyirəm və elə oldu ki, təklif elədi ki, belə bir şey, yəni Antikafe sistemi var, məlumatım var bu barədə. Mən də o vaxtı startaplara açıq bir adam idim və maraqlanırdım, yəni startaplarla ki, Azərbaycanda dünyada olan nələri gətirə bilər ki. Antikafe dedi, mənim də məlumatım vardı, bir neçə mövzuda müzakirə elədik. Dedi ki, okeydir, yəni bir yer tapaq, biz öncədən biznes plan hazırlayaq ki, görə bu biznes model bizdə nə dərəcədə uyğundur bizə, Azərbaycana yəni. Və nələr eləyə bilərik. Və mən də oturdum, araşdırdım, o vaxt ChatGPT falan yox idi, Google'dan falan, sonra məsələn bizim özümüzdə, yəni biz Azərbaycanda bunu ilk açan deyilik, yəni bizdən öncə də Antikafelər açılıbdı, hansı ki onları da araşdırdım falan, biznes plan düzəltdim, ağlımıza batdı, ay yarım yer axtara tapandan sonra belə